Salam, yenə də mən, yenə də sizin rəhmənizlə yenidən görüşürsə gəlmişəm, yenə də bədən dili. Bayaqları baş hərəkətləri idi, indi baxışlarla əlaqədar söhbət gedəcək. Əgər danışdıqda baxışlarınızı aşağı dikirsinizsə, bu bilirsiniz nə deməkdir. Bu günahkarlıq, suçluluq və yaxud da ki, hər hansı bir nədənsə, hər hansı bir problemdən, hər hansı bir situasiyadan nədənsə qorxma əlamətidir. Göz içinə baxaraq danışmaq, hərdən mama deyir, məndə elə bir şey var. Deyir, yenə də şinidir üzümə. Şinimək Bakı ləhcəsi ilə. Şinidir üzümə. Yenə də şiniyiz. O, özgüvən, özünə güvənmək hissinin olmağı deyildir. Amma diqqətlə belə tərs-tərs belə baxarsınızsa, bu əlbəttə ki, tərs-tərs baxmaq bir təhdid işarətidir. İndi deyəcəklərimi bilmirəm. Deyirlər, sağa doğru konuşarkən, yəni danışarkən türklərdə baxmışdım bu video, yəni türklərdə deyil, türklər deyir, türklərin bədən dilini öyrənən mütəxəssislər deyir. Deyir, baxışlar sağa da, kimlərsə danışanda sağa tərəf baxarsa baxışlar, keçmişi, sola baxarsa gələcəklə əlaqədar həm söhbətin nəsə düşünməsindən irəli gəlir. Nə qədər düzdür, bilmirəm. Bunu mütəxəssislər deyir. Təmasından qaçınmaq, həm söhbətin öz güvəninin aşağı olması, hətta mən deyərdim nələrisə gizlətməsi, çünki deyir gözlər, baxışlar qəlbin aynasıdır. Həm söhbətlə danışanda belə yuxarılara baxmaq, yəni fikrin başqa yerdə olub nələrsə düşünməsinə əlamətdir. Hələlik məndən bu qədər. Yenə də görüşəcəyik və bu barədə sizinlə söhbətimizi davam etdirəcəyik. Mənimdəki bədən dilim, göz baxışımdan heç olmaz, çünki emosionalam. Amma hər bir halda sizi sevdiyimi, sizin üçün maraqlı videolar çəkməyə çalışdığımı unutmayın. Gəlin görüşərdək.